ildə 60-cı 1900-dən gedir söhbət. O illərdə oxumuşam tibbi universitetini. O vaxtı rengində çox çətin idi bax, nə bilim. MRT nə də, nə danır, heç bir şey. Heç Allahın elektrokardioqrammasını nə edirdilər bilirsən? Dəhşət idi, foto çəkirdilər. O foto ilə onu çıxarsınlar, plyonkasını, onu oxumaq mı olurdu? Mümkün deyildi. Heç diaqnoz qoymaq mümkün deyildi. Şükürlər olsun, indi o qədər laboratoriya dəqiqdir ki, hara, hansı nöqtə xəstəsə, həmən dərmanı yazmaq. Hətta mən müsahibənizdə oxudum ki, o 50-ci illərdə deyəsən kəndə sizi göndərdi. Bəli, mən 1961-ci ildə qutarmışam tibb universitetini. Təyinatınız ola bilər? Təyinatım Gədəbəy rayonunun Şınıq bölgəsi Rəsullu kənd xəstəxanasının müdürü. Baş həkim işləmişəm 2 il. Və oranın çətin şəraitindən yazmısınız? Dəhşətli bir şey idi. Ora dəhşət idi. Yora bilsən, o dövrdə indiki kimi deyildi. Elə qar yağırdı ki, ağan dizdən yuxarı. Rayona gəlməyim üçün bir qaz 51 lazım idi, bir dənə də traktor. Traktorla gedəməzsən rayona 25... Qar təmizlənməli idi. 19-25-dir, 44 kilometr yol getməli idim mən rayona getməli. Hər ayda bir dəfə medsavet olurdu. Oraya getməli idim mən. Qışın günü məni maşın aparırdı Saratovkaya qədər traktor, oradan traktor geri qayıdırdı, həmən qaz 51-lə mən oraya gedirdim. Çox ağır məşəqqətli illər idi, çox xəstəliklər var idi o vaxtda. İnanırsan, illərlə qalmış xroniki xəstəliklər doluydu. Xəstəxana mənim 15 koykalıq xəstəxananı 50 koyka elədi. Nə qədər insanlar orada xəstə idi, onları sağaltdıq, müalicə elədik. Özə kiminsə evini deyəsən götürüb. Bəli, bilirsən nətər idi? Orada bir xəstəxana əslində kolxoz idarəsinin xəstəxanası idi. Birinci altını da padvaldır. Padvalına da doldurublar heyvanların gönlərini, ölmüş heyvanların it iyisi verir oradan. Orada heç... Elə xəstə canını tapşırar. Canını tapşırardı. Onda raykom getmişdi, Mustafayev vardı, Şamaxılı, çox böyük alim idi, professor, filosof. Getdim, mən şikayət elədim ona, gəldi, baxdı, dedi, sən hamısından cavansan. Dedi, aç, mən əmr verirəm, binanı da uçurt. Onda xəstəxananı köçürdü bir kişinin evinə, 4 otağı, 5 otağı vardı və buranı təzədən tikdik elədik. Amma sonra oranı Moskvaya yazdım mən, 50 koykalıq balinsə tikildi. Orada atapleniya var idi. O vaxtı kənddə atapleniya nəzirdi. Odunla istəyirsən yandır, istəyirsən neft gətirinə, neftlə, nə ilə istəsən yandıra bilərdik atapleniyanı. Neçə yaşınız vardı onda? Onda mənim 24 yaşım vardı. Gənc adam özü, yəni təcrübə də elə çox deyildi. Yox, təcrübəm zaten yox idi mənim. Ayol, bilirsən, insanın canında var, mübariz idim mən. Amma mən indi deyirəm ki, nahaq mən gəlmişəm Bakıya, Gədəbəy kimi yer qoyub buraya gəlmək günahdır. İndi baxıram, Allahın elə bir momentində o Gədəbəyi yaradıb ki, ayol, o qədər gözəllik var ki, o gözəllikdən doymaq mümkündür. Havası, suyu. Hava, çaylar axır, çayda parel balıqlar var, oğul. Hər cür, nə bilim mən, turş suyu var, qələbi suyu var, hər cür suları var oğul. O su bəs dünyada olan su orada var, heç harda yoxdur. O qədər gözəldir ki, belə baxırsan Allahına deyirsən, ilahi, bunu necə yaradı? Tez-tez gedirsiniz? Mən ildə 2 ay mütləq opskumu orada keçirirəm, heç yerə gedirəm. Hələ bir dənə kurorta getməmişəm mən. Doğrudan, Rəşid müəllim, oxudum ki, heç bir xarici ölkədə olmamışsınız. Heç bir. Bir Rusiyada olmuşam, Moskvada, olmuşam, Türkiyədə olmayana getmişəm. Bir dəfə də özləri çağırıblar orada. 13 dəqiqə Antalyada çıxış elədim. 15 dəqiqədə deməli 300 adam var idi. 300 adamın qarşısında 6 millət vəkili vardı. Şamil Ayrım var idi orada. Bəli, bəli. Onların qarşısında 15 dəqiqə çıxış elədim. 100 dənə xəritə partdırmışdım. Tofiq adlı bir Ermənistanlı oğlan var. Dedi ki, mən İrəvanın 1747-ci il olan xəritəsini çıxartırım. İrəvan, 1747-ci ilin xəritəsində İrəvanda 11% başqa millət abi. Hamısı türk olub. 11%, 89% türk olub. Yəni biz olmuşuq, Azərbaycanlı olub. O xəritə durur. Xəritə də mənim kafedramda biri, o xəritəni də
Ona xahiş elədi, o oğlan getdi, Moskvadan götürdü, düz birbaşa azadı Ankara'ya getirdi. Ankara'da mən çıxış eləndə 100 dənə xəritə oradaydı. Xəritəni payladıq, indi 300 adam var, 100-nə çatdı. 100-nə çatdı, verdik, baxırlar, orada nələr var? Orada Sərdar məscidi var, ay kişi, nələr var, nə qədər gözəllik. Bunun bayrağı var, Azərbaycan, indi ermənilər çıxış edir, nə idi? Ən çox Şahnazarov. Kale Şahnazarov. Bax, o çıxış edir, bizən qədimi dövlət o. Göstər görüm sənin paytaxtın har olub. Mənim paytaxtım Qəbələ olub. Hələ 1-ci əsrdə, 1-ci ildə Qəbələ olub, Şamaxı olub, sonra Bərdə olub, Gəncə olub, Bakı olub, daha nə haralar olub. Bir belə mənim paytaxtım olub, sənin paytaxtın har olub. Sənin paytaxtın heç yer olmuyor. Bizcə 1922-ci ildə bu İrəvanı sizə vermiş, özdə Ruslar veriblərsə. Yalan üstə qurulan dövlət yox olacaq. Ay qardaşım, ola bilməz. Rəşmən, biz indi uşaqlıq illərinə toxunduq. Mən istəyirəm biraz valideynlərinizi xatırlayaq. Onlar kimlər olub və siz onlarla dostluq münasibəti qura bilmisinizmi? Mən deməli, mən Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşam. Biz oraya Kəsəmənə Qazaxdan köçməyik. Təxminən 1727-ci ildə köçmüşük. Saratovkanın yanında bir yer var, oraya köçmüşük. Orada su çatışmazlığı olub, ora Kandıraşka deyirlər. Saratovkanın yanında bir qəbirstanlıq var. O qəbirstanlıq Kəsəmən qəbirstanlığı adlanır. Çünki orada bizim ölənlərimizi orada basırdıq. İndi bu saat oraya Saratovkadan da gətirib basırırlar, Kəsəməndən də, Qızıl Torpaqdan da, o birisindən də gətirib basır. Amma əsl Kəsəmən qəbirstanlığı. Sonra indiki olduğumuz 1734-cü ildə köçmüş 7 ildən sonra indi olduğumuz yerdir. Gözəl bir bulaq var bu boyda. O bulağın xatirinə gəliblər. Biz qəşəng dağın ətəyində gözəl, cənnət bir məkanda yer alırlar. Mən anadan olandan sonra biz 4 qardaş 2 bacı idik. Mənim babam sağ idi, nənəm sağ idi, bir bibim var idi. Atamın bacısı hələ ərə getməmişdi, cavan idi. Anam, atam 6 da uşaq. 11 baş külfət idik biz. Necə dolanışıq çox ağır idi. Yalanla. Çətin illər idi. Çox. Müharibə illəridir. Müharibə ilindən sonra da vergilər. Alma ağacına vergi qoyurdular. Məcbur da alma ağacını kəssinlər. Gilas ağacına, alça ağacına vergi qoyurdular. Armudlar kəsilib, nə tər armudlar, nə tər almalar hamısını. Çox vergi qoyurdular, çatdıra bilmirdilər. Valideynlər üçün yükdür. Çox ağır yük idi. Çox ağır yük idi. İndi biz də mənim babam qoçaq adam olub, nətər, Abzər kişi, mən gördüm, 62-ci ildə rəhmətə getdi. Mən özüm əlimlə bastırmışam onu, çox gözəl bir kişi idi. Uca boylu, gözəl saqqallı, namaz qılan bir adam idi. Özü də dağın başı, bizim kənddən ora dağın başına neçə kilometr yol var o dağa. Hər gün gedirdi, dəyirman daş, bax belə daş keçirdi bu boyda. Dəyirmanı üyüdən, var mı o daş? Kirkirə deyirlər. Kirkirə balacadır. O yekədir, bu boydadır. Onu 16 put buğdaya verirdi. Onu da gətirirdi. Bizim evdə babam çanaq vardı, 8 kiloddur. O yarım put deməkdir. Deməli, yarım put 8 kilo, 1 put 16 kilo. Ev hamıya paylayırdı onu ki, o Kəsəmən ac qalmasın, cəmaət acı. Özü də nə deyirdi? Buna o vaxtı darı dəkirdilər balaca. O darıdan da qatın bunun gözünə. Xahiş edirəm, qarğdalı da üyüdün ondan da, qarğdalını da əlavə edin. Üstə gəlin kartoşka var, kartoşkanı da bir təri yaşayaq hamımız. Babam, bax o vaxtı belə yaxşı idi. Babam ki qocaldı, ondan sonra çox əziyyət çəkdi. Atam kasıb, adicə kəndçi idi, heç bir zad yox idi. Müharibəyə getmişdi, bütün bədəni dermə deşiyi idi. Hər yerində yara vardı. Amma baxmayaraq 98 il yaşadı. O deyirdi ki, məni sən yaşatdın oğlum. Yayda aparırdım kənddə yaz başından, payızda qaytarardım Bakıya gələr. Bəlkə o torpaqların dağı, suyu, havasından ömür uzanıb.